Ersoy Production'ın təqdimatında Baksel'in baş sponsorluğu ilə 3 bacı serialı başladı. Sponsorlar Berqa çayı, Min Bərəkət, Halal Neymət, Formula 7, Ülker Ticarət markası. Açın kapını! Açın kapını! Xədicə. Hər birimizin belə bir qonşumuz var. Kim nə geyinib, kimin arvadı necədir, kimin əri xəyanət edir və s. kimi xəbərləri qonşularla ələkdən keçirib yayan Bluetooth tipli Xədicə. Lif pulu yığmaq sadəcə hobbisidir. Xədicənin rəhmətli atası əvvəllər bir çoxlarını repressiyaya göndərdiyi üçün cəhənnəmdə olması ehtimal edilir. Siz Xədicəni çox bəyənəcəksiniz. Amma qonşular... Qanacaksızlar. Polisle görüşerik. Mənə də Xədicə deyərlər. Atalar demişkən, görüş yerini değişmə yok. Bakarsız. Heveslendik bir gün geldi çıktı. Biz üç bacı büyük şehre. Burada çoxlu yeni dostlar tapdık. Ümidlendik aydın seher. Sevinç tecrübe esir. Yemek xoşbəxtim məhrizi. Bir komşuların da her biri Səadət səhmə dərsidir. Çöldə, işdə, evdə, firavanıq hər məqamda biz çox mehribanıq. Qonşularla xoşbəxt dolanırıq, evdə yola getməsək də biz üç bacılar. Bax, hər kəs bunu bilir, hər tərəfdən min bir söhbət gedir. Kimsə tərsdir, kimsə yola gedir. Baxın sevim gülüm gəldik, üç bacılar. Çəkiliyim bizdən işimizdən. Küçək gedək buradan. Məndə də Xədicə var. Bu Xədicə məni buraya yığıb. Bax, onun əlində mən buradayım. Bütün günü qonşuların qeybətini eləyir. Bütün günü. İndi də lift pulu yığır. Lift işləyir ki, bəyəm, indi lift pulu da yığırsan. Neçə dəfə liftdə qalmışam, neçə gündə 3-cü mərtəbə ayaqla qalxıram. Az be, ama nədir? Gəlsin görsün evdə nə var, nə yox, nə dəyişib, nə dəyişməyib. Yaxşı elədim, vurdum. Xoşbəxt, böyük bacıdır. Yaşda da böyükdür. Bacıların həm anası, həm atasıdır desək, yanılmarıq. Şirniyyat dükanını işlədir, aqressiv tipə aiddir. Çənəsinin gücü 12 atmosfer, yumruğu yarım ton. Şikarın arxasınca qaçan zaman sürəti saatda 83 kilometrdir. Xoşbəxt. Nəzərə alsaq ki, liftlə sənin çəkinin nisbəti 1-in 1-ədir. Deməli, liftin səni qaldırması qeyri-mümkündür. Yer kürəsinin cazibə qüvvəsinin ən ağır nöqtəsi sənin ayaqlarının altındadır. Qərar alındı. Lift günahsızdır.
Sevinç. Kiçik bacıdır. Fasiləsiz bilik almaq onun qidasıdır. Publisistik dildə danışmaq yaşayış tərzidir. İnsan geni ilə təcrübələrə meylli olmasına faşist Almaniyası belə həsəd aparardı. Qaçış sürəti saatda 83 kilometrdən az olduğundan adətən xoşbəxt ona çatır. Zaman keçdikcə xoşbəxtin palas çırpanına qarşı immuniteti yaranır. Sevinç, bacımsan, evin son beşiysən, sənə hörmətim var. Amma yadında saxla ki, gecənin bir aləmi gəlib oturub duram üstündə, beynin qulaqlarından gələr. Bütün biliklərin onunla bərabər. Bildiyin, bir də çəkimi ilişdir, çəkimi qurban olasın. Normal adam kimi danış. Hı. Sən danışın elə bil iqtisadi xəbərlərinə qulaq asıram. Ağıllı olub mən üçün, oxuyan olub. Sadət hanı? Sən ki belə durubsan, işə getməyə vaxtıdır. Bu nədir? Dur da, düz dur da. Sadət hanı? Otağında. Deyirsən yemək yeri o. Qudurmuş, hə? Yataq otağında yemək yiyir. Eybi yox, burnunla tökərəm indi onun. Xoşbəxt, xoşbəxt. Xoşbəxt, xoşbəxt. Sadət! Ay Sadət! Ay Sadət! Sadət, sənə qurbanım, nə oldu ay Sadət? Sadət eldən gedir ay Sevinç. Mal kimi baxmaya götürsən gələ skoruya. Kimə? Az təcil yardıma da. Bacın qurban ay Sadət. Bir ketçupda belə israf olundu. Nə oldu? Boş yerə getdi. Öz acısını götürüb, mən istədim. Allah səni öldürsün, sahiden 3 saatdir bu bıçaq axtarıram. Allah səni öldürsün. Sənin aktris olmaq arzunu bacılarından başdaşda yazım sahide. Belə oynamaq üçün qara tünellə gedəsən ışığa tərəf, rəhmətli babamıza görsədəsən öz rollarını. Elə durub, oturub özür bax bu vitdə görəsən pastildə. Mən öldüm baxdı. Bıçaq mənə ver, bıçaq ver. Axmaqlıq eləmə, xoşbəxt. Axı o sənin bacındır. Dəli sən qalbası doğrayacaq, bıçağı ver. Xoşbəxt. Mən ölürəm. Kassada oturmağa başqa satıcı tapın. Sevinç. Sən də az oxu. Leylə də inanma. Sana da deyin ki ben onu sevirdim. Səadət, ortancıl bacıdır. Əlamətləri, öz dediyinə inansa gözəldir. Qlamur həyata can atır. Qlamur həyat isə ona. Aktrisalığa qarşılıqsız sevgisi var. Nağıllara inanır çünki arzusu Hollywood səhnələrini fəth etməkdir. Saadət, sən öləndə mən saçıma, əllərimə xına yaxıb sənə qıpqırmızı parçadan palatka tikdirəcəm. Anlaşmanın sintezatorunu müşahidə ilə eləyəcəm. Məhsiyanları çağırmayacağım ki, sənin yasda mən meyxanaçılara çağıracağım. Bir gün eşitsəm ki, sənin o aktrisa başını elə bu bıçaqla kəsib sənin qrim stolun üstə qoyublar. Papamın canı üçün inanmayacağım. Cəhənnəm ölüb, mən işə gedirəm. Az xoşbəxt. Mən sənə deyirəm, niyə o qədər yeyirsən? Sənə deyirəm, niyə cəmaat üzrə tort çırpıb bizi xərcə salırsan? Mən sənin işimə qarışmıram ki. Sən də mənim işimə qarışma da. Mən aktrisayam, mənim öz dünyam var. Onda git Niyaməddin Musayevə denə ki, mahnısını dəyişdir. Çünki bir dünyada səndə tapıldı. Amma sənin dünyana bizim dünyada yer yoxdur. Skameyka, məhlənin oturacağı. Onun oturmaq üçün istifadə olunduğunu nəzərə alsaq, bu skameyka bilsəniz nələr görüb, nələr.
bilirsən mən onun cavabını verməyəcəyəm. Mənə də Xədicə deyirlər. Mənim rəhmətli atam. Belə ki, salam əleykum. Bunun arvadı doğmadı da. Doğmadı. Deyir televizorun xarabdır. Gid antenovu değiştir. Hara baxırsan? Ne? Durdu geldi üstüme. Cemaatın oğlanları qaz vurub qazan dolduranda, mənimki də o qazanı tərsinə başıma çevirib, yabır eləyir məni qonşuların içində. Və durub gəlib üstüme. Salam. Aleyküm. Qənimət Xədicənin oğludur. Ayrılanda ərindən qopardığı qənimətdir. Adətən görmüşük ki, qız evdə dalaşıb anasının üstünə qayıdır. Amma kişinin arvadı ilə dalaşıb anasının üstünə qayıtdığını görməmişdiniz ki? Onda buyurun, qarşılayın. Mr. Exclusive. Nə var? Adə nüş gəlmisən, ay qənimət. Yenə nə olur? Səydənin canını azlar olub, dərd olub, kör olub. Səni tapdığımdır da, ondan artıq olmayacaq ki. Gül kimi öz istədiyim qızları almadın mənə. Getdi bu ləkəri, bu həyasızı, bu nikluji səyi caladı mənə. Caladı. Uf, yanıram. Onu alan günü başıma özüm boyda bir daş düşeydi, daş. Barmaqsız pianist, ayaqsız futbolist, lal orator olmur səadət. Amma sən aktris olmaq istəyirsən. Sən heç İncəsənət Universitetinin harda yerləşdiyini belə bilmirsən. Sənə qalmayıb. Sən ki oxuyub neyimsən? 1000 dəfə demişəm ki, məni qorxutma. Qorxudan kimi hıçqırıb dur da. Nə səs güldü bu ya? Kim gəlmişdi? Xədicə, lift pulu yığmağa. Neçə tur yedin? 3 ədəd qaymaqlı 24 manatdır. Hər xoşuna gəlməyən adam üzünə mənim tort çırpırlar. Nə olsun ki, şirniyyat dükanımız var, nə olsun ki, tort bu oldu. Hər tortu pişirdə qırağından yediyi bəs deyil, hələ bir cəmatın üzünə də çırpır. Oh. Geçdi. Yaxşı deyil, gedək Xədicədən üzr istəyək. Harda olar görəsə? Adə, o daşı qeyb atımın başını çırpasan. Ədə fikir vermə, remont eləyirlər. Arayı söz qatma. Ayrılıram, bəs salam, şut tamam. Böyle cəhənnəmə ayrıl. Oradan da gedib bu salam deyərsən. Mən neynim ayrıl da? Almamışdan əvvəl düşərdin qapı qolunu qonşudan soruşardın, görərdin ki, bu it qızı it. Biş-düş bacarır yoxsa yox. Soruşmuşam, mən soruşmuşam. Hə, böyle soruşmusan da. Qənimət, incimə. Biş düşünə söz ola bilməz. Bax, buna söz deyə bilməzsən. Vah, deyirəm axı. Pişirib düzürdü qabağı, parmaqlarını yalayırdın. Oyunları buradan basa-basa durub getmişəm qusara. Adı nüşün? Nə var, ağır bir dənə qəmbər daş gətirəcəm. Onu da gətirib çıxardana qədər böyrəyimin daşını salmışdım az qala. Nöş gətirmişdim. Nöşün? Gətirdim ki ya, gedib atasına baş daşı qoysun. Yoxsa anasının verdiyi o əski cehizlərə görə vurub başını partlatsın. Mənə qaş-göz ad eləmə özdə, onsuz da bilirlər hər şeyi. Sənin büyüdülərin olağın orucundadır. Gətirdim ki, badımcan pişirməmişdən əvvəl badımcanın acısını çıxartmaq üçün qoysun üstünə. Ayma, sən o günləri onun pişirdiyi o 3 bacı dolmasını yemədin. Can. Acı et. Can. Et. Elə bir səhər tezdən qonşu malim sənə salam verir. Bax, o dərəcədə acı idi. Hirsimdən götürdüm badımcanı əlimə. Gördüm daha uşaqlar baxır, dedim əyibdir. Vurdum təpəsinə. Elə bir ürəyimdən tikan çıxdı. Yadıma gəlir, nənə nə deyirdi? Deyirdi kişi ki, yumruğunu düyünləyib arvadı vurmaq istəyəndə, arvad da evdə, divarın o 4 küncündən oradan bura, buradan ora qaçıb evdən bayra çıxmadısa, ondan arvad çıxacaq. Amma mən bunu arvad eləyə bilmədim də. Bundan arvad çıxmır. Mən ayrılıram. Ona görə yığdım şələ küləmi, gəldim üstünə. Neyniyim? Boşandıram ayma. Boşandıram, istəmirəm. Mən o arvadla yaşamaq istəmirəm. Ay qurban olum sənə. Ay başıma dönüm sənə. Dağa başı durub gəlirsən üstümə qonşuların yanında biabır oluram. Axı mən ay başıma dönüm sənə. Biz görmüşük ki, qız inciyib dədəsinin evinə gəlir.
Bu həftə 8 mən 9 durub gəlirsən. Ay başqa dönüm sənə. Arvadındır da, həyat yoldaşımdır. Görürsən ki, sözə baxmır, vur. Yenə sözə baxmır, başın keçərlər. Yenə baxmır, boşa. Ada yenə baxmır, vur, öldür. Ay balam, bir şey elə də. Ну так же нельзя, это же ненормально. Normalna. Nenormalna. Boşanıram. Всё. Ver açarları bura. Tez elə. Aleyküm salam. Axır gəlişin Tez elə, ürəyim üzüldü. Tez elə, gəl orada. Tez elə. Nə oldu? Yan. Ürəyim üzüldü, biraz becid Gəl ol. görün bir dəqiqə. Xoş mənkidir. Bəli. Ayma. Hə? Bu keçən qonşumuz qalib deyil. Arvadı doğdu. Elə onu danışır. Bu arvad ya doğmaq istəmir, ya da doğa bilmir. Mənə bəs ona pampersləri salladı bizi bədən. Yadıma düşdü doğrudan. Atası yaşlıdır axı da, qocalıb da. Gözdən pərdə asırlar. Göy iki körpələri var. Yoxsa mən Xədicə körpə səsini delfin səsindən ayırmıram. Delfin? Kim sənin kişi başı var elə? Ada o delfinə xərclədiyin pulu elə təzə arvada xərclə də. Görürsən televizorun göstərmir. Ada antenalı dəyiş də. Ayman. Mürsəli məsələsi nə oldu? Bu qıza ilişmişdi ya. Axırı nə oldu? Yo, pardon Az bilim. keç bir tərəfə. Səhvli söhbətlər var. Xəbərin yox. Yo. Adın dəhşət oldu ya. Danış da Ayman. Yaxın. Biraz da yaxın. Daha yaxın. Baş sponsor Baksel. Günü. Günü neydi? Evet, hadi sen söndür. Tamam. Sevinç. Axırıncıdır. Əhvalım o deyil mənim. Olmur. Bir də senaryo verin. Kim verir? Ver. Al pardon. Sevinç axırıncı sən. Əhvalım dəyişdi. Sponsor Perga çayı. Mən səhnə üçün doğulmuşam. Sponsorlar Min Bərəkət Halal Neymət, Formula 7, Ülker Ticaret Markası. Salam yoldaş mayor. Marifti. Necəsiz? Adliyəndə nə var nə yox? Maarif kişi. O tək yaşayır, təqaüdçüdür, işləmir. Daha doğrusu işləyir. Polis rəisi yoldaş mayora tez-tez zəngləşirlər. Məhəllədə kimsə icazəsiz qaraj tikməyə hazırlaşanda, daşı daş üstə qoymaq istəyəndə, kimisə xərcləri maaşından artıq olanda, kimsə dalaşanda, kimsə icazəsiz alver edəndə və s. bu tip hadisələrdə Maarifin xüsusilə dostu mayora zəng etməyi tutur. Maarifin reytingi Hitler öləndən sonra ölümü ən çox arzulananların siyahısında birinci üçlüyə qədər qalxmışdı. Darıxıram, çox darıxıram. Pəncərədən insan nə qədər baxar. İnsanlar gedirlər işə, uşaqlar məktəbə. Qonşumuz Mursal balkonu icazəsiz bağlayır. Tikir də, tikə-tikə gedir o. Fasadın içi... Yo, bayır tərəfdən fasadı körlüyor. Necə, tanımırsınız? Da 3-cü blok, 3-cü mərtəbə, 33-cü kvartira. Məşğul olun da bu işlə. Sağ ol. Sağ ol, var ol, bülbül ol, KPZ-də olma. Sağ ol.
Xədicə. Oy, burada nə qədər arı var? Burada necə oturmusunuz? Sancaraq hissi. Hardan deyib bu qədər arı? Oy. Get onu bacım xoşbəxtdən soruş. Tortun kreməli sifətimdən getməyib, arı yığılar da. Mən pis eləmirəm ki, lift pulu yığıram. Az qonşunun lift pulu yığmağı pisdir bə ya. Yox. Lazım olanda başa düşürəm. Pul olmayanı gözləyirəm. İndi nə oldu? Xədicə pis oldu. Arı heç. Allah Xədicənin sancmasından qorusun. Xədicə, heç kim sənə pis demirəm. Amma öz aramızda xasiyyətin pisdir də sən. İncimə. Biz görmüşük ki, pulunu qapıdan alıb gedərlər. Biz sənin qapının ağzında qarşılayırıq, qonaq otağında tuturuq, yataq otağında pulunu veririk, mətbəxdən də dartıb yola salırıq. Sənin bu xasiyyətin adam bizdir də Xədicə. İncimə. Səadət, mənə şər atma. Bəlkə deyəsən hamamınızın sol tərəfindəki üsmavi kafeli də mən qırmışam. Mən heç kəsin işinə qarışmıram. Heç kəsin də haqqında qeybət eləmirəm. Kim nə işlə məşğuldur, belə heç vecmə də deyil. İncimə. Nəysə Xədicə, sən xoşbəxtə görə bağışla. Aktiv vulkanlar illərcə yatmış olurlar. Bircə gün partlayır və həmən günü vulkan ətəyində lalə dərənə. Sadə cümlələr qurdu, qəliz cümlələrlə başa salmağa çalışma. Başa düşürsən, xoşbəxt tez-tez liftə qalır. Deyənə ürəyi dolu idi. Sən hissi vaxtında düşmüsən. Başa düşürəm. Həm böyük, həm də böyük bacımızdır. Başa düşürəm, inciməyin ha. Amma mən biabır olmuşam qonşuların içində. Məhəllədə mənə tort sifət deyirlər uşaq. Nəyə görə? Kimə görə? Kimə görə? Bacım xoşbəxtə görə. İnciməyin. Qızlar, mən qısasımı alacağam. İnciməyin. Xədicə, biz axı elitni insanları, mədəni nəsildən olan insanların əslində belə münasibətləri ayrı olar. Yaxşı toxundunuz bu məsələyə. Mən hardan bilim ki, siz hardan gəlmisiniz? Kimsiz? Kimlərdənsiz? 6 ildir köçmüsünüz bizim binaya. Sizin haqqınızda bir dənə də olsun məlumatım yoxdur. Nəyə görə, hə? Kimsiz? Atanız kimdir? O şirniyyat dükanı hansı pul açmısınız? İnciməyin qızlar. Mənə elə gəlir ki, siz kimdənsə nəsə gizlədirsiniz. Hı? Nədir? Utandığınız nəsə var? İnciməyin ha? Özünüzü itirdiniz. Siz də hiss elədiniz? Hə? Bilsən nə var Xədicə? Bizim heç bir unutulası işimiz yoxdur. Biz şəffaf həyat tərzi sürürük. Azad elektronlar kimiyik, sərbəstlik. Hətta böyünümüz də var. Heç kimə də не должно отчитываться. Xədicə xanım. Nəysə Səadət. Gedək, xoşbəxt səni gözləyir dükanda. Mən də işə tələsirəm. Hələ Tarıqla görüşəcəm. Tez. Tarık bizim Türk qardaşımız. Sevincin isə aşkı. Onun haqqında birazdan danışacağım. Azı Türk oğlanın vizası qurtarmadı elə. Hələ indən belə 3 il, 6 ay, 24 gün, 58 saat, 43 dəqiqə, 28 saniyə universitetdə oxumağını nəzərə alsaq, yox. Səadət. Yadımdan çıxdı, telefon qalıb evdə. Gedim evə götürüm telefonu. Mən onda səni gözləmirəm, sən get. Aha, yaxşı, yaxşı. Ты иди, я тебя догонюсь. Aksentin də lap gözümə girdi. Алло? Да. Привет, красавчик. Hardasan? Sesin gelsin. Balaşka, я обиделась. Darxmışam axı sənin üçün. Kübra internet audacisidir. Hacker olmağına cəmi bir addım, daha doğrusu 1 gigabayt qalır. O oğlanları internetdə bişirərək onlardan danışıq kontrol alır. Tək yaşayır. Onun təkliyini isə bayaq dediyimiz Marif var idi, yadınızdadır? Bax o doldurur. Məhəbbət yaşa baxmır axı. Niyə zəng vurmursan? Nə? Nömrəmi bilmirsən? Ayda, я совсем забыла. Axı mən sənə skritli nömrə ilə zəng vururam. Da. Mən niyə zəng vurmuram? Bilirsən, даже не знаю, как тебе сказать. Telefonda pulum qutarıb, maço. Nə?
Şifrəni göndərirsən? No davay. Gəldi, sağ ol canım, sağ ol. Görüşək? Axı mən burada deyirəm. Amsterdamdayam. Hə. Nə? Amsterdamda bizim kontor. Lap yadımdan çıxıb. Axı mən roamingdayam. Excuse me. Bağışla əzizim. Mən getməliyəm. Sürücü gəlib, mən gedirəm shoppingə. Bye. Bye dragoy. Haker Kübranı ilişdirmək hər çuvakın işi deyil ha. Yaxşı sağdım səni. Sağıcıdır mənim nənəm, köməkçisi mənəm. Sağıcıdır mənim nənəm, köməkçisi mənəm. Alo. Да, красавчик, слушаю тебя. Я вся твоя. Oğuz ben nesin? Marif sensən? Yok Bond. James Bond. Bond. James Bond. Üzr istəyirəm xanım. Kimsiz? Kimgilə gəlmisiniz? Hansı idarədənsiz? Qonaq gəlmisiniz? Kimgilə qonaq gəlmisiniz? Xeyr Xədicə xanım, poçt idarəsindən məktub gətirmişəm. Adımı hardan bildiniz? Bizim ərazidə sizin qədər sual verə biləni hamı tanıyır. Hətta eşitdiyimə görə siz kliniki ölüm keçirəndə inkir-minkiri də bağlamısınız. Bilirsiniz xanım, mən bu binanın qoruyucu mələyiyəm, göz muncuğuyam. Buyurun əyləşin. Mən xeyirxah işlə məşğulam. Şadam ki, məni belə tanıyırlar. Məktub kimədir? Salahovlara. Üç bacıya? Deyəsən. Bilirsiniz, mən onlarla çox yaxınam. Mən onların demək olar ki, 4-cü bacısı sayıram. Biz bir-birimizin evinin qapısını belə təpə ilə açıb içəri giririk. İndi evdə yoxdular, lazımdırsa elə məktubu da mən özüm onlara verərəm, hə? Çox sağ olun Xədicə xanım. Ehtiyac yoxdur, sizə əziyyət olar. Həm də imza problemi var axı. Nəvəsi yox. Lazım olsa elə imzanı da özümüz atarıq da. Az xatirə. Hə. Bir dənə bura imza at. Mən. Az tut. Mən. Qol çək. Çök. Çox sağ olun. Məktub ünvanına çatacaq. Mən sizə inandım. Nəsə problem olsa, imzanız buradadır. Nə problem ola bilər ki? Xoş getdiniz. Çox sağ olun. Sağ olun. Sağ olun. Sən getmirdin? Gedirdim. Get də. Salam. Salam. Məhəllənin sahə müvəkkilidir. Həm də uçaskovudur. Bütün uçaskov stereotiplərinin məcmusudur. Maarif kişinin şikayətləri olmasa o bu məhəlləyə heç ayaq da basmaz. Səyyar alverə, küçə alverinə göyərti satanlara, hasar tikənlərə qarşı allergiyası olduğuna görə hər ay onlardan allergiya dərmanı alır. O məhəlləyə gələndə sadaladıqlarımın hamısı dağılışır. Hətta pişiklər də. Pişiklər niyə? Onu hələ bilmirəm. Salam. Salam. Mən salam verdim. İkinci salam adımın təqdimatı idi. Onda əleyküm salam. Xoşbəxt salahı var. Yox. Onda bağışlayın.
Salam. Salam. Sevinç Salahova. Yox. Bağışlayır. Dördüncü defa salam vermeye ihtiyaç var. 4 dəfə salam vermiş kimi varsınız. Səadət Salahova. Özü var. Olar. Yox. Mənim sevdiyim şəxs var. İçəri olar. İçəri olar. Buyurun. Təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Nə lazım idi? Mənə sevinç və xoşbəxt Salahovalar da lazımdır. Onlar mənim bacılarımdır, amma indi evdə yoxdular. Bunu bir da demək olardı da. Əlbəttə. Çox sevindim. Mənim sizə bəzi suallarım var. Bildiyiniz kimi mən bax bu sahənin müvəkkiliyəm və hamı haqqında hər şeyi bilməliyəm. Əgər siz mənim bacılarımın kənddə itən üzüklərinin mənim tərəfimdən mənimsənilib satılması şübhələri ilə və yaxud da kənddəki qonşumuzun öldürülüb quyuya atılması məsələsi ilə bağlı... Yox, qətiyyən. Mən heç o qədər də şəxsi məsələlərə dərin heç vaxt belə maraqlanmıram. Mən neyimə lazımdır? Mən belə üzdəyəm, belə bilim ki, kimsizlər, siz neçə yaşınız var sizin? Məndə olan hansı xüsusiyyətlə sizə imkan yaratıb fikirləşəsiniz ki, mən kişiyəm? Bəlkə səsim, bəlkə bığım, bəlkə addımlarım, bəlkə sizə zərrə qədər fikir verməməyim sizə imkan yaratıb düşünəsiniz ki, mən kişiyəm? Mən sizə kişi də deyim. Qızdan yaş soruşmazlar. Siz isə məndən yaşımı soruşdunuz. Demək ki, düşünürsünüz ki, mən kişiyəm. Yaxşı, mən təxmini hər hansısa bir iki rəqəmli bir şey yazaram bura. Bəs bu gözəl logika sahibinin ailəsinin neçə nəfərdən ibarətdir? Xoşbəxt Salahova, Sevinç Salahova və bacıları Səadət Salahova. Yəni siz? Üzr istəyirəm. Razılaşmaya bilmirəm. Salahova Səadət 1900... Üzr istəyirəm, telefon. Hə, xoşbəxt. Hə. Gəlim. Ay, çıxdım. Çatıram. Qapıdayım. Gəldim. Yaxşı, qışqırmadım. Xoş gələ, qırıla, gedər. Buyurun əyləşin. Çox sağ olun. Sədrəddin müəllim kiçik ofis müdiridir. Bizim Sevinç isə onun tərcüməkçisidir. Azərbaycan dilindən Azərbaycan dilinə tərcümə edir. Necə yəni başa düşmədiniz? Baxın. Gördünüz? Kommentə ehtiyac var. Sədrəddin müəllim. Əbi. Sevgili. Hə. Bestəyən qurt kimi kaf, giz, sey ölümün üstüne. 3 kilo. Bəstə işimiz gücümüz, O güdə, neysə, nəhayəsən, özümə fikir verməyə huzur, anladı bəni, niyə? Ha? Söz. Sədrəddin müəllim sizi salamlayır, xoş gəlmisiniz deyir. Çoxdan da görsənmirsiniz, hardasınız, nə edirsiniz, işləriniz necə gedir? Çox sağ olun, Sədrəddin müəllim. Deməli, bizim sizə təklif etdiyimiz kontrakt... Ben onu okudum, baktım, beynim çıkır be, akma, seyreme. Söz.
Sədrəddin müəllim sizin təklif elədiyiniz kontraktı gözdən keçirdikdə bir neçə qaranlıq məqamlarla üzləşib. O qaranlıq məqamlara biraz aydınlıq gətirsəz çox şad olar. Bilirsiniz, əslində Sədrəddin müəllim, bizdə heç bir qaranlıq məqam yoxdur. Əgər siz bizim materiallara baxsaz, mən sizə disk verəcəm. Sizə hər şey aydın olar. Söz. Ay kələ, indi bana sən geçcək bir dənə kaset verəsidir, ona baxın. Başa getsən. Değil mi? Bir anda seyseyli boy iştahlısı. Gel getir. İştahlığı video bakalım. Sədrəddin müəllim deyir ki, anlaşmadan doğan işbirliği çox uzun ömürlü olduğunu söyləyir. Buyurun, gəlin baxın. Sədrəddin müəllim, kələ. Kerem. Güzel. Salam. Salam. Sizin özünüz və ailəniz artıq çəkidən azad olmaq istəyirsinizmi? Necə bəyəm? Sözsüz ki, artıq çəkidən azad olmaq üçün kimyəvi tərkibli vasitələrdən ehtiyat edirsiniz. Bir arada nəfəs aldı, hə. Onda mən sizə məsləhət görürəm ki, Formula 7 preparatından istifadə edəsiniz. Formula 7 plus preparatının tərkibi iştahını azaltmağa, maddələrin mübadiləsini normallaşdırmağa, arıqlayarkən yaşanan halsızlıq və yorğunluq kimi halların aradan qaldırmaq tam yardım edir. Artıq hər kəsin çox sevdiyi Formula 7-dən yenilik olan Formula 7 plus preparatı sizi arxayınlıqla arzuladığınız çəkiyə qaytaracaq. Maraqlıdır. Buyurun, istifadə edin, tezliklə nəticəni görəcəksiniz. Təşəkkür eləyirəm. Sağ olun. Baba. Baş sponsor Baksel. Tak, hazır ola. Bir dəqiqə dayanın da əhvalımı dəyişim sonra. Sağ ol. Əhvalım dəyişdi, başlayaq. Sponsor Berqa çayı. Hazır ola. Səadət! Sponsorlar Min Bərəkət, Halal Nemət, Formula 7, Ülker Ticarət markası. Bağışlayın, mən getməliyəm. Mən də getməliyim, amma bir dənə sonuncu sualım qalıb sizə. İcazə verin, elə ki mən o sualı sizə verim. Sonra mən yavaş-yavaş çıxım. Xanım? Clive Christian, Imperial Majesty. $215.000 boğazında qızıl üzük olan, 5 karat brilyantdan qapağı olan, o nədə istəyirsən olan Clive Christian Majestic. Tamamilə doğrudur. Kimdir o? Neft magnatı? Oligarx? Bankir? Kifayət edər. Bankir! Vüsal bəy.
Siz yalnız Vüsal bəydən şam yeməyinə dəvət alırsınız? Bəli, yalnız. Və həmən şam yeməyindən sonra polis reisinə onun sahə müvəkkilinin vəzifəsindən sui-istifadə elədiyinə görə şikayət eləməyim gəlir nəsə. Boğazınız qurudu? Bir balaca. Siz kənd qızlarısınız? Səslənən mahnıya görə sizcə? Yo, zirvədən asılan Marianna corablara görə. Siz gözəl rəqs edirsiniz. Çalışıram. Bəs niyə onu burada göstərmirsiniz? Mən yavaş-yavaş gecikirəm. Çox gecikdiniz bu sözlə. Çox gecikdim, həm də tanışdığımıza. Gedim, sağ olun. Al! Oy, yadımı. O kadar şey baş verdi ki. Sağ olun. Sağ olun. Her şey yanımdan çıktı yamayız. Sağ olun. Yaxşı. Yedim. Yavaş. Repit. Bu trek təkrarlanırmış. Bəlkə Bağışlayın, mən getməliyəm. İki, baş üstə, əyləşin. Aslanım sənə deməmişim, küçüylə olmaz işarəsini giriş qapısının üstündən vur. Kaç para ver? Hələ sən nabid özünü oxşamışı. Şirniyyat dükkanı. Nə lazımdır? Çəkilsəydiniz, arxanızda bir çox şirniyyatlar var. Onları görərdik. Bəlkə ümumiyyətlə mən dükkandan çıxırım, siz rahat olasınız. Giriş qapılarınız çox dardır. Əziyyət olar sizin üçün. Keyfərliydi. Məncə siz çətin oradan çıxasınız. Zəhmət olmazsa bizə o dietik şirniyyatlardan verir. Görünür sizə heç lazım olmur. Neçə kilo? Diyeta 180 kilo. Siz konfeti deyirdiniz. 300 gram. Sənə yoxsa itə? Fərqi nədir? Belə baxanda heç bir fərqimiz yoxdur. Sizin dükkanınız neçə kvadrat metrdir? Görünür, sizin kvadrat metreden başınız çıxmır. 1 metranın 1 metreye olan sahə kvadrat metr adlanır. Bizim dükkanda 40 kvadratdır. Necə bəyəm? Bravo. Mən elə bilirdim. Ömrünü yeməyə həsr adamların dünyadan xəbəri olmur. 1 metrenin 1 metreye 40 kvadrat. Yani siz bu dükkana 40 dəfə yerləşirsiniz. Bəyəm mən kökə, hə? Oy, вы что? Kök sizin üçün kompliment olar. Sizin belinizi ölçmək üçün yallı qrup lazımdır. Belinizi ölçən metre isə Guinness-ə düşmənidir. Ən uzun metre kimi. Sürpriz! Ben geldim.
Vüsalın hədiyyəsini axtarırdım. Vüsal bəy. Onun bank müdürü olması bizi məcbur edir ki, ona Vüsal bəy deyək. Hər rəngdə pulu var. Onu birazdan görəcəksiniz. Kömək edəcək. Vüsalın hədiyyəsini, hə? Hədiyyə də, hədiyyə. 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 Qızlar, bizdə sizə hədiyyə var. Niyə? Siz bizim 100-cü müştərimizsiniz. Sizə hədiyyə düşür. Ona görə oradan özünüzə göyçək bir üzü kremli tort seçin. Как прикольно. Класс. Прикольно. Hansını istəyirsiniz? Bax, bu olsun. Hansı? 12 manat. Limon çıxar. Ehtiyatlı ol. Balaca için de bir dənə seçin. Bax, bu olsun. Çox tatlıdır bu. Ayda, abu renkli eyni düşünür necə də. Bir də zəhmət olmasa ya Sədət. 12 manat bir manat 50 qəpdir. 13 manat 50 qəpiyi də mənim ayağıma yaz. Necə dediniz? Kaprikornla. Ay sağ ol. Oh my god! Я вписан в Юне! Ты как, понятно ли тут? Benim makyajım, benim Adolfum. Elə bir pirojna biraz balaca oldu, ha? Daşıyırlar bu. Yox, mən bu məlumat verməliyəm axı mən. Öz başınalıqdır bu, nə? Yoldaş mayor, bu Kliar şampunları var. BMW uduşlu Kliar şampunları. Da cemaat bunu baxıram bayaqdan. Sumka ilə daşıyırlar. Necə nə olsun? Bu udacaqlar bu BMW-ləri. Şəhərdə onsuz da probkadır. Lap çoxalacaq da probkalar. Davay. Dedim də mən nə demək? Bundan da... Yalnız görək bu BMW-nin nə vaxt udacaq? Göbür! Sən orada biriyle o şifrəni aç, şifrəni qeyd elə orada. Salam mənim əziz qızlarım. Elə bir qulağıma atanızın səsi gəldi. Sabir Eləskür nə vaxtdan atamız olub? Gör bizə rəqib danışır. Usansam da sizdən usanmaram. Burada bir parça yadıma düşdü. Məni candan... Gidəndə yadmasa birini evə aparır. Cəfadan yar usanmaz. Çox darıxmışam sizin üçün. Sizi atıb getdiyimə görə çox tanırdım. Ona görə gedəndən bəri yazmırdım sizə. İnanıram ki, sizin işləriniz qaydasındadır. Arada kəndimiz üçün elə darıxıram ki, tez-tez sizin şəkillərinizə baxıram. Səadətin inək sağan şəkilləri, sevincin qaz yolan şəkilləri, xoşbəxtin qoyun qığından muncuq düzəltdiyi şəkilləri, Pamela Anderson'ın lüt şəkilləri, yox, bu başqa papqadır. Söz verirəm ki, işlərim qaydasına düşən kimi qaydacam. Öpürəm sizə hörmətlə, atanız Titanik Əhməd, Rusiya. Deməli, bizim bu şəhərli Rus qazıçını qızlarımız kənd qızlarıymış. Bu da sizin sirriniz. Utanırdınız deməli. Çəkinirdiniz deməli. Dedim axı. Xədicənin sancmağı
daha ağrılı olacaq. Ladna qızlar. Açaq sandığı. Yaxşı olmadı bir də. Açaq sandığı. Noyabrın 16-sı. Ben dedim, ben bu maması sifətlərin yanında tek koymayasın, ay dede. Saat 21:45'te. Ben dedim, xoşbəxtin daşın oyundan mənə toy palatkası kurasın, ay dede. Space'in efirinde. Ben dedim, sevincin iterisini satın beni Hollywood'a gönderesin, ay dede. Soyun təqdimatında. Motor. Çıx yerin dibindən qara intiqam. Ürəyim düşdü ki, Biz böy-böyrə 10 rəqəmini oxşuyuruq. 3 bacı olacaq. Neredesin sen? Qoyun qığına da. Əsəbləşmə. Nə qaz? Nə yomaq? Dəhşətini Tarık. nə inek, nə süt, nə hara, inek hara. Ben seni böyle daha çok sevdim. Noyabrın 16-sı. Saat 21:45'te. Mütləq bax. Gülməli olacaq. Maman ölsün, açını çıxar. Baş sponsor Baksel.